artıq qida qəbul etməklə yüklənir. Bu səbəbdən bayram günlərində düzgün qidalanma olduqca önəmlidir. Mütəxəssislər bildirirlər ki, ağır fəsadlara yol açmamaq üçün normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək məqsədə uyğundur. Buna xüsusilə xroniki xəstəliyi olan insanlar və azyaşlılar diqqət etməlidir. Bir ay boyunca oruç tutan insanlarda mədən həcminin kiçilməsi artıq qida miqdarını daha az qəbul etməyə səbəb olur. Ancaq bəzən bayram süfrələrinin zənginliyi, qidaların çox çeşidliyi insanlarda bu qaydanı pozmağa səbəb olur. Nəzərə almaq lazımdır ki, orqanizm mütləq şəkildə sağlamlığını qorumaq üçün istər bayram günlərində, istər bayram olmayan günlərdə də standart miqdarda istifadə etdiyi enerji qədər onun kalorisində qida qəbul etməlidir. Bayram süfrələrində çalışmaq lazımdır ki, bir dəfəyə 3 çeşiddən artıq qida qəbul edilməsin. Bu həm mədə-bağırsaq problemlərinə, həm də artıq çəkiyə səbəb ola bilər. Yeməkdən dərhal sonra şirniyyat qəbul etmək tövsiyə olunmur. Diqqətdə saxlanılmalı əsas məqamlardan biri də yeməklərdə yağdan həddindən artıq istifadə edilməməsidir. Həmçinin də daha rahat yediklərimizi həzm etmiş olacağıq. Yeməklərə qatdığımız souslara da fikir vermək lazımdır. Belə ki, deyək ki, salat hazırlayırsınızsa, salatlara mayonez əvəzi qatıq, zeytun yağı, limon əlavə etsəz daha məqsədə uyğundur. Yeməkdən sonra dərhal uzanmaq olmaz. Yaxşı olar ki, bir 10-15 dəqiqə fiziki aktivliyimiz olsun və şirniyyatları da hamısını bir gündə bir dəfəyə yemək yox, fərqli günlərdə istifadə etsək daha məqsədə uyğundur. Eyni zamanda sudan bol istifadəni də unutmamalıyıq. Meyvə şirələrindən və qazlı içkilərdən mümkün qədər uzaq durmaq lazımdır. Mütəxəssislər bildirirlər ki, qeyri-iş günlərində insanlar adətən gec oyandıqları və günə gec başladıqları üçün yuxu rejiminə də diqqət yetirmək vacibdir.